Biləcər ərazisindən və Biləcər ərazisində olan o yeni yaşayış komplekslərindən hər səhər, günorta, ya axşam Bakıya gələnlərin nəzərinə yolunuzu qısaldırlar deyirlər. Yerüstü Nəqliyyat Agentliyinin bu ilə bağlı bir layihəsi var və tezliklə də icra eləyəcəklər. İndi o həmin layihədən söhbət açacağıq, reportajımız var. Necə olacaq, araşdırdıq, göstərəcəyik. Paytaxtın Binəqədi rayon ərazisində yollarda təhlillər aparılıb. Biləcəri qəsəbəsinin Rəşid İsmailov və Yəhya Hüseynov küçələrinin kəsişməsində yol hərəkəti yenidən təşkil edilməsinə qərar verilib. Biləcəri qəsəbəsi Yəhya Hüseynov küçəsindən və eyni zamanda yaxınlıqda yerləşən iri yaşayış kompleksindən mərkəzə doğru hərəkət etmək istəyən sürücülər məhz Bakı-Sumqayıt şosesinə daxil olaraq oradan Xırdalan şəhəri istiqamətinə doğru hərəkət edir və geriyə dönüş edirlər. Bu isə həm əlavə vaxt itkisi, həm də yol qovşağının yüklənməsinə səbəb olur. Məhz bunun qarşısının alınması məqsədi ilə ərazidə nəqliyyatın hərəkəti yenidən təşkil ediləcək. Yəni, Yəhya Hüseynov və yaxınlıqda yerləşən iri yaşayış kompleksindən şəhərə doğru hərəkət edən sürücülər məndən arxada gördüyünüz körpünün altına daxil olaraq mərkəzə doğru istiqamətlənəcək. Burada isə nəqliyyatın hərəkəti işıqforlarla təmin ediləcək. Bununla yanaşı, kəsişmədə piyada və yol hərəkətinin təhlükəsizliyi arzu olunan səviyyədə deyil. Ərazidə yaşayan sakinlərin çoxsaylı istəkləri nəzərə alınaraq, ərazidə təhlükəsizlik adacığı tikilərək hərəkət kanallaşdırılacaq. Kəsişmənin hüdudları boyunca piyadaların rahat və təhlükəsiz hərəkəti üçün nizamlanan piyada keçidləri təşkil olunacaq. Eyni zamanda avtobus dayanacaq məntəqələrinin yeri optimallaşdırılacaq, yeni yol nişanları quraşdırılacaq, nişanlanma xətləri təşkil ediləcək.